Bu günləri BNA vardı, hansı ki BNA-dır da, düzdürmü? Avtobuslar komfortlu, çox rahat. İndi Yusiflə bir yerdə olmuşduq, onu danışacağım sənə. Yolda gedirik, görürəm ki, burada Zərifə Əliyeva adına klinika, göz klinikasının yanından keçirəm. Görürəm, arxada BNA-nın böyük avtobusu yoxdur, içində maşındır. Saat 7-8 arası idi. Dedim, yəqin bu arası tələsirdi. Mən sağa verirəm, bu sağa verir. Sola verirəm, imi qatlayır. Bir arxadan baxıram güzgüdən, arxadan görürəm ki, bu nəsə narahatçılıq eləyir də, belə şeylər. Mən də baxıram ki, bu niyə belə eləyir də, sağa verirəm, sola narahatçılıq eləyir. Mən də gəldim, belə düşəndə, svetoforda belə saxladım ki, keç də, yəni sən maşınlarla, mən təkəm Yusiflə, sən isə xidmət göstərirsən də, indi ola bilər, hər az tələsirsən, bunların planı var axı, uçurlar da, yəni. Bunu buraxdım, buraxmaq fikri ilə. Gəldi, mənə keçdi, belə mən də dayanmışam, keçsin, mən də sürüm ki, rahat geçsin, o fikirlə. O boyda avtobusu belə arxa-arxaya verdi. O eləmir, belə açılmır. Belə açıldı, mən də belə dedim, bu neyinə eşitir? Pəncərə açdım ki, görüm nə deyəcək mənə. Belə deyim mənə. Eşidirəm. Belə baxdım, dedim, qardaş, dedim, sən Ferrari, Lamborghini sürmürsən, sən nə inirsən, deyirəm. Deyir, nə inmir, mənim planım var. Belə baxanda da, onların da hava yolları var. Məsələn, belə bir şərait yaradılıb ki, o da niyə görə ki, istər-istəməz insanlar var da, orada avtobusda hörmət olunmalıdır. Ancaq avtobus da bizim, yəni, təpəmizə oturmamalıdır. Ona görə xahişim odur ki, bu bizim avtobus şoferləri, ümumiyyətlə taksi şoferləri, yəni, bir-birimizi yola verək, yəni, bu boş-boş hamı tələsir. Mən də tələsirəm, sən də tələsirsən. Bu mənasız düz deyə işləridir, başa düşürəm. Ancaq ki, o mübahisə yaranmasın da. Çünki mən əsəbi ola bilərdim, indi nəsə deyərdim, orada söhbət düşərdi. Bəzi hallarda görürük, Instagramda avtobus şoferlərindən kimsə dalaşır, mübahisə edir və onu görəndən sonra haradasa mən o sürücüləri başa düşdüm, hansı ki, avtobus şoferlərindən mübahisə edirlər. Yəni, bu tərəfdə də günah ola bilər, bu tərəfdə də. Ancaq hamımız Azərbaycanlıyıq, gəlin bir-birimizi başa düşək və hamı bir-birinə yol versin, yaxşı mənada. Hamı da bir-birini belə yola versin, məncə daha yaxşı olar.